Yəni mən evə gələndə uşağım yatır, mən işə gedəndə uşağım yatır. Yəni heç uşağımı o qədər görməmişəm. Gəldim yanına gördüm, bəs keçinib. Məruz elədim, general ki, cənab general, bəs kombat şəhid oldu. Bunu deyəndə gördüm, nəfəs alır, sevindim, bir anlıq sevindim ki, sağdır, eşidir məni, deyirəm, bəs Cavid. Özümə gəldi, Cavid deyirəm. Gördüm, yox, qulağından, zadından, ağzından, burnuna gəllədik. Gördüm ki, belə rahatdır da, belə qaçırıq, tuturuq səngəli, minatanla sniper atır bizə, girmişik səngələ. Yəni səngəl yaralımız var, o da necə, yəni güllə bu ayağının burasından sürtüb keçib. Yəni heç əskər elə belə bağladı heç nə, irəliləyir. Yəni ehtiyac yoxdur bunu saxlamaqda da, yəni dodu var idi, yüksəklikdə idi. 5 dənə pəncərəsi var idi. Bizə komanda verildi ki, bəs o yüksəklik hökmən tutulmalıdır, əhəmiyyətli yerdir. Əhəmiyyətli mövqedir, oranı tutmalıyıq. Amma sniper atır. Sniper, minatan atır. Kombatın yanında dayanmışam, ikimiz də bilirdik. Bir də rabitəsimiz var, Əhməd Məmməd, o da çox ürəkli oğlan idi, max idi. Çıxa bilmirik səngərdən, yəni sniper imkan vermir. Gün artadır ojək. Arada saat 3-dür, belə 4-dür. Kombat çıxdı. Kombat çıxdı, güllə, sniper atır, kombat çıxdı. Kombatın rabitəçisi, arxasızdan mən çıxdım, üçümüz qaçdıq. Qaçdıq, səngərdən qruplar gəldi arxamızda. Yəni güllə belə keçirdi, atırlar da, yəni tuturlar güllə var ona, and olsun Allah, yəni qurban olum Allah həqiqətən də, yəni müsəlman Allah bizə çox kömək oldu. Yəni birimizə bir şey olmadı. Bir dənə gizirimiz buradan yaralandı, ayağından dəydi. Keçdik, tabur komandiri yeni koordinatı verdi, bombardıman elədilər oranı, sakitçilik oldu. Yəni şəxsiyyət qaldı aşağıda, kombat, rabitəçi mən. Çıxdıq yüksəkliyə, çatdıq sniper doduna. Əyilmiş indi, deyirəm, komandir, bəs getməklə. Birdən düşmən olar içəridə. Sürünə getdi, kombat limonkaları çıxartdı cibindən, əl qumbaralarını üstündən çıxartdı. 2 dənəsini tulladı dodun içinə, partlatdı. Partlatdı, bir 10 dəqiqə gözlədik. Dedi, bəs Elçin, komandir uşaqlara gəlsinlər, sakitçilikdir. Deməli, 5 dənə pəncərədir, dodun pəncərəsidir, bizə baxır, arxası erməni tərəfdədir, düşmən tərəfdədir arxası. Arxasına çıxmaq üçün belə səngərə çıxırsan, təpəni düşürsən şeyə, aşağı, bu doda girməyə. Elə mən üzümü çevirdim ki, şəxsiyyət belə əlimdən işarə edim, gəlin. Bir də gördüm, rabitəsi, yanımdakı rabitəsidir ki, bəs rəis. Belə heç güllə səsi eşitmədim belə. Deyirəm, belə çevirim, üzümü baxmıram o tərəfə. Elə biləm, indi